Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə Azərbaycanın coğrafi mövqeyi, relyefi, faydalı qazıntıları bölməsinə aid bəzi test nümunələri ilə tanış olacaq. Başlayaq birinci sualımızdan. Respublikamıza aid olan fikirləri müəyyən edin. Azərbaycanda əhəng daşının metamorfizləşməsi prosesi nəticəsində yaranan faydalı qazıntı yataqları əsasən iki tektonik zonada yerləşir. İlk öncə bilməliyik ki, əhəng daşının metamorfizləşməsi nəticəsində yaranan faydalı qazıntı mərmərdir. Mərmər yataqları Daşkəsəndə, Qubada və Şərur rayonunda mövcuddur və bu ehtiyatlar əsasən dağlıq ərazilərə düşməkdədir. Və dağlıq ərazilərdən hansı ərazilərdir? Müvafiq olaraq Quba, Böyük Qafqaz, Daşkəsən və Şərur isə Kiçik Qafqaz tektonik qalxmaları olmaqla həqiqətən də iki tektonik zonaya aiddir. 1. Düzgün variantdır. Daha sonra 2. Ceyran çöl Acunahır, Qobustan, Abşeron və Naxçıvan orta dağlıq hissələrində arid denizasion relyef formaları və paleogen dövr süxurları yayılıbdır. Verilmiş ərazilərdə həqiqətən də arid denizasion relyef formaları mövcuddur. Ancaq paleogen dövr süxurları mövcud deyil. Əsasən də Ceyran çöl Acunahır və Qobustan, Abşeronda. Çünki bu ərazilərdə neogen dövr süxurları üstün formada yayılıbdır. Daha sonra ikinci variantımız yanlışdır. Azərbaycanda ovalıqlar ümumi ərazinin 42%-ni təşkil edib, 18% isə dəniz səviyyəsindən aşağıdır. Bəli, həqiqətən də Azərbaycanda ovalıqlar 0-200 metr olmaqla 42%-dir. Və ümumilikdə də onu bildirək ki, 18%-nə dəniz səviyyəsindən də aşağıdadır, yəni 0 metrdən aşağı olan ərazilərdir ki, bu əlamətlər Azərbaycana aid hesab etmək olar. Quba, Qaflanqala, Qaraquzey, Güney silsilələri Böyük Qafqaz tektonik zonasına da yerləşib, Yura və Tabaşır dövrləri süxurlarına əhatə olunubdur. Bilmək lazımdır ki, Qaflanqala silsiləsi Böyük Qafqaz deyil, Kiçik Qafqaz tektonik qalxma zonasına aid olan bir silsilədir. Deməli, buna görə də bu variantımız yanlış hesab ediləcək. Talış dağları hündürlüyü 2500 metrdən az olub, vulkanogen çökmə süxurlara rast gəlinməkdədir. Bəli, bu fikir düzgündür. Talış dağlarının ən düz zirvəsi Kömürköy 2493 metrdən 2500 metrdən aşağıdır və bu hissələrdə deməli Kiçik Qafqaz tektonik qalxmasına aiddir deyə vulkanogen çökmə süxurlar mövcuddur. Azərbaycanda yerləşən bütün dağlar alt damla gəlməsi mərhələsinə aid olub, yüksəkliyə doğru süxurların yaşı artmışdır. Azərbaycandakı dağlar alt damla gəlməsinə aiddir. Bəli, ancaq bu dağların hər bir hissəsi üçün yüksəkliyə doğru süxurların yaşı artması fikri yanlışdır. İstisna ərazi var ki, Qarabağ vulkanik yaylasıdır ki, bu yüksək dağlıq hissələrdə süxurların yaşı azalır. Yəni, bu hissədə vulkan püskürməsi nəticəsində 4-cü dövr süxurları formalaşıbdır. Ona görə də bu ifadə yanlışdır. 1, 3, 5 olmaqla düzgün variantımız B variantı təşkil etməkdədir. Cədvəldə verilmiş fikirlərin düzgün ardıcıllığını müəyyən edin. Yəni, doğrunun qarşısından doğru, yanlışın qarşısından da yanlış deməli ifadələrini yerləşdirmək lazımdır. Daş-Duz, Abşeronun şorsulu göllərində yerləşib, kimya sənayesində istifadə olunmaqdadır. Abşeronun şorsulu göllərində, belə deyək, daş-duz deyil də, çökmə duz yerləşməkdədir. Bunun üçün də, deməli, biz bu hissəyə yanlışdır ifadəsini yerləşdirməliyik. Böyük Qafqaz dağları 3374 metr hündürlüklü zirvədən başlayaraq yastı yayla və alçaq sualtı tirələrlə Xəzər dənizinə keçir. Burada 3374 Tinov-Rosso zirvəsidir. Bu ifadə isə Tinov-Rosso zirvəsinə aid deyil də, Babadağ zirvəsinə aiddir. Deməli, Babadağ zirvəsindən başlayaraq yastı yayla və alçaq sualtı tirələrlə Xəzər dənizinə keçir ifadəsi olsaydı daha düzgün olardı. Ona görə də buradakı deməli boşluğa da müvafiq olaraq yanlışdır ifadəsini yerləşdirmək lazımdır. Azərbaycanda əksər dağ silsilələrinin hündürlüyü şimal-qərbdən cənub-şərqə doğru azalır. Bəli, bu ifadə düzgündür. Əsasən də Böyük Qafqaz dağlar üçün səciyyəvidir ki, bu dağlar şimal-qərbdən cənub-şərqə, yəni Xəzər dənizinə doğru hündürlükləri azalmaqdadır.
Naxçıvanın Araz boyu orta Araz düzənlikləri yüksəkliyi 600 metrdən çox olub, Araz Cavan platformasına aiddir. Bu düzənliklər deməli həqiqətən də 600 metr deməli yüksəkliyə malikdir. Ancaq bunların demək olmaz ki, hamısı Araz Cavan platformasına aiddir. İstisnalar var. Yaycı və Ordubad düzləri, bəzən də Gülüstan düzünün bir hissəsini demək olar ki, Araz Cavan platforması deyil də deməli Böyük Qafqaz tektonik qalxmasına aiddir. Bu hissəyə də yanlışdır ifadəsini yerləşdirməliyik. Ümumilikdə 3 yanlış və 1 doğru olmaqla deməli buna uyğun olan variantımız B variantı təşkil etməkdədir. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Yaşma düzü və Naxçıvan düzü. Neogen dövrü süxurlar mövcuddur. Biz bu deməli geoloji xəritəyə baxsaq, Azərbaycan geoloji xəritəsinə baxsaq, bu ərazilərdə müəyyən qədər də olsa Neogen dövrü süxurlarını müşahidə edə bilərik. Tektonik qalxma zonasında yerləşməkdədir. Bu yaşma düzü üçün xarakterikdir, çünki yaşma düzü Böyük Qafqaz tektonik qalxma zonasına aiddir. Çayların gətirdiyi alluvial çöküntülər mövcuddur. Bu əlamət ən çox Naxçıvan düzünə aiddir. Çünki Araz çayı və Naxçıvan çayının gətirdiyi müvafiq olaraq alluvial çöküntülər mövcuddur. Abraziya prosesi səbəbidir. Abraziya dalğalarının fəaliyyətidir və Xəzər dənizi sahilində yerləşən yaşma düzü üçün xarakterikdir. Tektonik çökmə zonasına yerləşir və bu da deməli Naxçıvan düzü üçün xarakterikdir. Araz Cavan platformasına aiddir. Birinciyə B-dir, ikinciyə C-yi, üçüncüyə A olmaqla düzgün variantımız B variantı təşkil etməkdədir. 4. Uyğunluq pozulmuşdur bizdən istənilməkdədir. Dağ zirvələri verilibdir və müvafiq olaraq bunlara uyğun da dağ silsilələri təqdim olunubdur. Başlayaq birincidən. Dəli dağ deməli Qarabağ yaylasında yerləşir ifadəsi doğrudur və ən hündürdə zirvəsidir. Ancaq bizdən pozulan deməli ardıcılı istərdi, biri götürmürük. Bazaryurt yan silsilədə yerləşir ifadəsi yanlışdır. Deməli Bazaryurt Baş Qafqaz silsiləsində yerləşir. Yanlışı istədiyi üçün də ikincini götürürük. Dübrar silsiləsində yerləşir. Bəli, bu düzgündür, ancaq bizdən yanlış istəyir deyə götürmürük. Kəti dağ müvafiq olaraq bildirir ki, Qarabağ silsiləsində yerləşir. Onu bildirmək lazımdır ki, Kəti dağ Qarabağ silsiləsində deyil, Şərqi Göyçə silsiləsində yerləşməkdədir. Yanlışı istədiyi üçün 4-ü götürməliyik. Babadağ Baş Qafqaz silsiləsində yerləşir. Təbii ki də bizdən də yanlışı istəyir deyə götürmürük. Küküdağ deməli müvafiq olaraq Zəngəzur silsiləsində yerləşir bildirir. Küküdağ Dərəliyə silsiləsində yerləşməkdədir. Yanlışı istəyir deyə altında götürməliyik. 2-4 olmaqla ümumilikdə düzgün variantımız A variantı təşkil etməkdədir. Faydalı qazıntıların şərti işarələrinə əsasən cədvəldəki deməli doğru bəndi müəyyən edin. Bir alnitin şərti işarəsidir. Yüngül əlvan metal olub, Azərbaycanda dünyada birincidir. Həqiqətən alnit yüngül əlvan metal deməli sayılmaqdadır və Azərbaycan dünyada birinci yerdə deyil. Bu yanlış fikirdir. Yanlışın qarşısına da doğru verilibdir deyə deməli bu A variantı səhvdir. B. Civənin şərti işarəsidir. Kəlbəcərdə Göydərə ipək yataqlarıdır deyir. Xeyr, Göydərə və ipək yataqları deməli xromitin şərti yataqlarıdır. Xromitin yataqlarıdır. Burada da deməli yanlışdır. Qarşısına doğru verilib deyə B variantını götürmürük. C. Baritin şərti işarəsidir. Dərin neft quyularının qazılmasında istifadə olunmaqdadır. Bəli, düzgün fikirdir. Ancaq qarşısına yanlış qoyulub deyə biz bunu götürmürük. D. Seolit gilinin deməli şərt işarəsidir. Deməli Tovuzda Qaradağ yatağında ehtiyatları vardır. Buna deməli doğru deyə bilmərik. Çünki Tovuzda Qaradağ deyil də Ağdağ yatağında mövcuddur. Seolit ehtiyatları. Bu yanlışdır. Qarşısına da yanlışdır deyə uyğunluq gözlənilibdir. D variantı düzgündür. Y variantına da baxaq. Y variantı deməli Qazaxda daş salahlıda bentonik gilinin şərti işarəsidir və o da davamlıdır, qəlib kimi istifadə olunur. Bəli, düzgün fikirdir. Ancaq qarşısına yanlış qoyulub deyə uyğunluq pozulubdur. Düzgün variantımız D variantı təşkil etməkdədir.
Kəsmə yüksəklik 300 metr olarsa, Azərbaycanda hansı silsilələrin maksimum hündürlüklərinin təsvirində eyni sayda horizontaldan istifadə olunmaqdadır? Bunu müəyyən etmək üçün ilk öncə biz bilməliyik ki, bu silsilələr və yaxud da zirvələr bir-birinə yaxın hündürlüklər olmalıdır. Təqrib olaraq hündürlüklər bərabər olmalıdır. Digər yol isə verilmiş zirvələri hündürlüklərini bölmək lazımdır 300-ə. Məsəl üçün, Dərələyəz silsiləsinin ən hündür zirvəsi Kükü dağıdır. 3120 metrdir, yüksəkliyə malikdir. Bunu bölürük müvafiq olaraq kəsmə yüksəkliyə və buradan alırıq ki, deməli, Dərələyəz silsiləsində ümumilikdə 10 dənə kəsmə yüksəklik var. Deməli, yan silsilənin ən hündür zirvəsi deməli Şah dağıdır. Deməli 4243 metrdir. Və bunu da 300-ə böldükdə burada arada yaranan fərq nisbətən böyük olmaqdadır. Yəni burada ümumilikdə alınır 14. 14 dənə deməli kəsmə yüksəkliyi var. Yəni bu avtomatik olaraq biz bildik ki, yanlışdır. Zəngəzur silsiləsi 3904 və Murovdağ silsiləsi Camışdağ 3724. Bunların da arasında hündürlük fərqi deməli nisbətən çoxdur. Və bu variantımızda gedir. Peştəsər və Bozdağ silsiləsi. Peştəsər silsiləsi müvafiq olaraq 2000 metr civarlarındadır. Bozdağ silsiləsi isə deməli müvafiq olaraq 500 metr civarlarındadır. Bunların arasında da hündürlük fərqi deməli çoxdur. D variantı Dübrar və Xocayurt silsiləsi. Müvafiq olaraq Dübrar silsiləsinin ən hündür zirvəsi deməli elə Dübrardır. 2205 metrdir. Bölürük 300-ə. Bu da müvafiq olaraq bizlərə 7 verir. Və eyni zamanda Xocayurtda 2389 metrdir. Biz də yenə 2389-u bölməliyik deməli 300-ə. Bu da yenə bizlərə deməli 7-ni verməkdədir. Yəni burada eyni sayda deməli kəsmə yüksəklikdən və yaxud da horizontaldan istifadə olunub deyə D variantı düzgündür. Şahdağ silsiləsində ən hündür zirvəsi Qocadağ 3316. Yan silsilədə isə müvafiq olaraq Şahdağ zirvəsidir və deməli 42-43, yəni 4243 metr hündürlüyə malikdir. Bunlar arasında da kəskin hündürlük fərqi mövcuddur. Deməli 7. Xəritə sxemdə mövcud olan deməli müvafiq olaraq A-dan B-yə doğru yerləşən ərazilərdə mövcud olacaq süxurları müəyyən edin. A nöqtəsi Xəzər dənizi sahillərindən yerləşir təqrib olaraq. B nöqtəsi isə müvafiq olaraq deməli Böyük Qafqazın yüksək dağlığındadır. Buna görə də biz A nöqtəsi Xəzər sahil ərazidə yerləşir deyə 4-cü dövrdən başlaya bilərik. Daha sonra bizi qarşılayır yüksək dağlı, orta dalğa doğru Neogen dövrü süxurları. Orada nisbətən yuxarıda Böyük Qafqazın cənub-şərqində Paleogen, Böyük Qafqazın orta dalında Tabaşir və yüksək dalında Yura dövrü süxurları mövcuddur deyə düzgün variantımız C variantı təşkil edəcəkdir. Azərbaycanda Kaynozoy erasına aid olan xüsusiyyətləri müəyyən etməyi bizdən istəyir. Bu eraya aid olan süxurlar Azərbaycanda düzənlik, dağətəyi və yüksək dağlıq ərazilərdə yayılıbdır. Düzənlik ərazilərdə bəli, 4-cü dövr süxurları mövcuddur. Dağətəyi ərazilərdə müvafiq olaraq Paleogen, Neogen dövr süxurları mövcuddur. Yüksək dağlıq ərazilərdə də bayaq dedik, Kiçik Qafqazın yüksək dağlığı, Qarabağ yaylasında da 4-cü dövr süxurları mövcuddur. Vulkan püskürməsi nəticəsində bir düzgün fikirdir. Bu ərazilərdə deməli Tets okeanının suları altında olubdur Azərbaycan əraziləri. Bu yanlış fikirdir. Kaynozoy erasında aid fikir deyil. Bu eraya məxsus dövrlərdən yayıldığı ərazilərdə bedlintlərə rast gəlmək mümkündür. Bedlintlər yararsız ərazilərdir. Deməli, müvafiq olaraq bildirmək lazımdır ki, deməli, Qobustan, Abşeron, Ceyran, Sulacınahur və Naxçıvan orta dağlıq ərazilərindədir və burada da müvafiq olaraq Paleogen və Neogen dövrlü süxurları yayılıbdır. Ona görə də 3-cü fikir düzgündür. Süxurların yayıldığı ərazilərdə geotermik pillə əsasən böyük olur. Xeyr, bu yanlış fikirdir. Kaynozoy deməli dövrü cavan dövrdür və Azərbaycanda da deməli cavan ərazidir süxurların yaşı baxımından. Və cavan ərazilərdə də geotermik pillə böyük yox, kiçik olur. Yəni 33 metrdən az olur. Bu dövrdə yaranmış faydalı qazıntıların bəziləri Azərbaycan ərazisinin 70%-ni əhatə etməkdədir. Bəli,
Kaynacar dövründə formalaşan deməli neft ehtiyatları Azərbaycanın 70% ərazisində mövcuddur. Buna görə də deməli 5-ci fikir doğrudur. Gəlin Qaya, Böyük Şıqıl və Keyrəki kimi vulkanların püskürməsindən vulkanik süxurlar yaranıbdır. Keyrəki bilmək lazımdır ki, palçıq vulkan olduğu üçün vulkanik süxur sayılmır. Ümumilikdə 1, 3, 5 olmaqla düzgün variantımız B variantı təşkil etməkdədir. 9. Xəritə sxemə əsasən göstərilmiş inzibati rayonlarda mineral bloklarının düzgün verildiyi bəndi müəyyən edin. 1. Şabran rayonu ərazisinə düşür. 2. Gədəbəy, 3. Astara, 4 isə Babək rayonu ərazisinə düşür. Çuxuryurt 1-in ərazisindədir deyil. Çuxuryurt Şamaxıdadır, Şabranda deyil. 2. Qalaltı Şabrandadır, bəli. Narzan Gədəbəydədir, bəli. 3. Aşağı Ağkörpü deməli Astaradadır, bəli. Vayxır isə Babəkdədir, bəli. B variantı düzgündür. Digər variantlarla da tanış olaq. 1. Qalaltı Şabrana düşür. 2. Slavyanka Gədəbəyə düşür. 3. Meşəsu İsmaillidadır. Buna görə deməli İsmaillidə yox, daha doğrusu Lənkərandadır. Buna görə gedir. D variantında 1. Bədo İsmaillidadır, Şabranda deyil. Ona görə bu avtomatik olaraq gedir. Y. Birincidə Cimidir. Cimi Quban ərazisinə düşür. Bir də ki, Şabran ərazisidir deyə Y variantı səhv hesab edilməkdədir. 10-cu. 22 dekabr tarixində günəş şüalarının deməli obyektin yerləşdiyi coğrafi enliyə düşmə bucağı müvafiq olaraq 25,5 dərəcədir. 3-cü və 4-cü saat qurşaqlarının sərhəddindən 5,5 dərəcə qərbdə yerləşən obyekt Azərbaycan xarici ölkələr sərhədində yerləşir. Verilmiş əlamətlər əsasən coğrafi obyektləri və sərhəd olduğu ölkəni müəyyən edir. İlk öncə biz günəş şüalarının düşmə bucağına əsasən, yəni 25,5 dərəcəyə əsasən deməli coğrafi enliyi tapaq. İlk öncə biz 90 dərəcədən çıxırıq verilmiş düşmə bucağını, yəni 25,5 dərəcəni. Bu da müvafiq olaraq bizlərə 64,5 dərəcəni verməkdədir. Daha sonra verilmiş dərəcəni, yəni 64,5-i bir dəfə 23,5 ilə toplayırıq. Bir dəfə isə deməli 23,5 ilə arasındakı fərqi tapırıq. Deməli topladıqda 64,5-i 23,5 ilə müvafiq olaraq 88 dərəcə verməkdədir. Və deməli çıxdıqda isə 64,5 ilə o da bizlərə müvafiq olaraq mənfi 41 dərəcəni verməkdədir. Burada mənfi 41 dərəcə nəyi bildirir? Əks yarımkürəni bildirir. Yəni əks yarımkürə də hara düşür? Əgər günəş 22 dekabrdadırsa, yəni cənub yarımkürəsindədirsə, mənfi 41 əks yarımkürə olaraq şimal yarımkürəsinə düşməkdədir. Və Azərbaycandan söhbət gedir burada. Deməli, Azərbaycan da şimal yarımkürəsində yerləşdiyi üçün bizə lazım olan deməli coğrafi enlik mənfi 41 olacaq, yəni əks yarımkürədəki 41 dərəcə. Deməli, bizim enliyimiz 41 dərəcəlik şimal enliyinə düşəcəkdir. Koordinat baxımından enliyimizi tapdıq. İndi deməli keçək Azərbaycanın yerləşdiyi, daha doğrusu verilmiş obyektin yerləşdiyi coğrafi uzunluğun tapılmasına. 3-cü və 4-cü saat qurşaqlarının sərhəddindən 5,5 dərəcə qərbdə yerləşir bildirir. 3-cü və 4-cü saat qurşaqlarının sərhəddi müvafiq olaraq bilmək lazımdır ki, 3,5 ilə ifadə edib, daha sonra 15-ə vurmaq lazımdır. 1 saat qurşağı 15 dərəcə olduğu üçün, bu da müvafiq olaraq bizlərə 52,5 dərəcəni verməkdədir. 52,5 3,4-ün sərhəddini təşkil edir. Bəs deməli bu 52,5-dən 5,5 qərbə getdikcə hansı deməli coğrafi uzunluq etməkdədir? Bu da müvafiq olaraq bizlərə verməkdədir. Deməli 47 dərəcəlik deməli şərq uzunluğunu. 47 dərəcəlik şərq uzunluğunu. Bayaq bundan qabaq da biz müvafiq olaraq 41 dərəcə şimal enliyini müəyyən etdik obyektin. Ümumilikdə bilmək lazımdır ki, 41 dərəcə deməli şimal enliyi və 47 dərəcə şərq uzunluğu müvafiq olaraq Bazardüzü zirvəsinin ən dür zirvəsi deməli Bazardüzünün ən dür daha doğrusu koordinatıdır. Bazardüzü zirvəsinin koordinatıdır və bilmək lazımdır ki, Bazardüzü zirvəsi də Rusiya ilə sərhəddə yerləşən obyektimizdir. Və onu da bildirək ki, Rusiyanın ən cənub nöqtəsi Bazardüzü deməli zirvəsidir.
Azərbaycanın faydalı qazıntıları ilə iqtisadiyyatı arasındakı əlaqə hansı bənddə doğru göstərilmişdir ifadəsini bizdən istəyir. Müvafiq olaraq deməli birinci bəndə nəzər yetirək. Alüminium sənayesinin inkişafı üçün lazım olan ehtiyatlar Daşkəsən inzibati rayonunun ərazisində yerləşməkdədir. Alüminium sənayesinin üçün lazım olan alüminyit təbii ki, Daşkəsəndədir və müvafiq olaraq alüminium sənayesinin inkişafına öz töhfəsini verməkdədir. Bir düzgün fikirdir. 2. Yanacaq energetika sənayesinin inkişafında mezozoy yaşlı süxurlarda yaranmış neft ehtiyatlarının əhəmiyyəti böyükdür. İlk öncə onu bildirmək lazımdır ki, Azərbaycanda deməli yanacaq energetikanın inkişafında neft-qaz əhəmiyyəti böyükdür və bu neft-qaz ehtiyatlarının böyük hissəsi mezozoy deyil də kaynozoy erasında formalaşıbdır. İkinci fikir yanlışdır. Mezozoy erasında onu da bildirək ki, yalnız Muradxanlı və Mollakənd yataqlarıdır və bunların da ehtiyatları çox da böyük deyil. 3. Daşsalahlı yatağında mövcud olan faydalı qazıntı qara metallurgiya inkişafında rolu mövcuddur. Təbii ki də daşsalahlıdır, bentonik gilindən istifadə olunmaqdadır və deməli bu da ki qara metallurgiyada qəlib tökmədə istifadə olunmaqdadır. 4. Kənd təsərrüfatının inkişafında Ağdağ yatağında yerləşən qeyri-filiz faydalı qazıntıların əhəmiyyəti böyükdür. Ağdağ yatağında bilmək lazımdır ki, seolit gil yerləşir və seolit gilinə müvafiq olaraq kənd təsərrüfatında istifadə olunmaqdadır. Bəli, 4 də düzgün fikirdir. Şüşə istehsalı üçün lazım olan faydalı qazıntı yataqları Abşeronda, Şıx və Suraxanıda mövcuddur. Şüşə istehsalı üçün lazım olan faydalı qazıntı deməli kvars qumudur və Şıx Suraxanıda mineral bulaqlar yerləşir deyə 5-ci fikir yanlışdır. Azərbaycanda olan polimetal ehtiyatları tərkibində ən çox olan dəmir filizinə görə qara metallurgiya sənayesinin inkişafında xidmət edir. Deməli belə, polimetal ehtiyatlarımızın tərkibində ən çox misdir, dəmir filizi deyil. Buna görə də bu fikir də yanlışdır. Deməli, ümumilikdə 1, 3, 4 olmaqla düzgün variantımız C variantı təşkil etməkdədir. 12-ci sualımıza tanış olaq. Xəritə sxemi əsasən rəqəmlərə uyğun gələn düzgün fikirləri müəyyən etməyi bizdən istəyir. Rəqəmlərimiz müvafiq olaraq deməli 1 Ceyrançöl Acınoğurda, 2 deməli müvafiq olaraq Qarabağ vulkanik yaylasında, 3 Ordubadda, 4 deməli Naxçıvan orta dağlığında, 5 isə Qobustan Abşeronda. Neogen dövrü süxurları yayılıb qış otlaqları kimi istifadə olunmaqdadır. Bunlar içərisində deməli ən belə dəqiq olan ərazi deməli müvafiq olaraq Ceyrançöl Acınoğur alçaq dağlığıdır ki, qış otlaqları kimi istifadə olunmaqdadır. Deməli, birinciyə A variantı götürə bilərik. Daha sonra ikinci paleogen dövr süxurları yayılıb, gilli süxurlar külək və sular tərəfindən eroziya nəticəsində yaranmaqdadır. Deməli, bu fikir Naxçıvan orta dağlığı üçün səciyyəvi ola bilər. Ən yaxın variant budur. 4-cüyə B götürə bilərik. Vulkanogen effuziv süxurlar və hündürlüyə doğru süxurların inversiyası mövcuddur. Bu fikir deməli Qarabağ vulkanik yaylasına aiddir, yəni ikinciyə aiddir. Deməli, müvafiq olaraq ikinciyə də C. Daha sonra neogen yaşıl süxurlar üstünlüyü olub, salza və breksiya deyən kimi birbaşa avtomatik olaraq biz bilirik ki, deməli Qobustan alçaq dağlığı üçün səciyyəvidir, 5-dir. 6. Akkumulyativ relyef formaları mövcud olub, tektonik qalxma zonasına aiddir. Deməli, üçüncüyədəki Y uyğundur. Yəni Ordubad düzüdür. Burada akkumulyativ relyef formaları səciyyəvidir və Böyük Qafqaz tektonik qalxma zonasına aiddir. Ona görə də deməli birinciyə A, ikinciyə C, üçüncüyə Y, 4-ə B, 5-ə D olmaqla düzgün variant D variantıdır. 13. Azərbaycan ərazisi ilə bağlı doğru olmayan fikirləri müəyyən edin. Tektonik qalxma zonalarında düzənlərin yerləşmə ehtimalı mövcud deyil. Xeyr, bu yanlış fikirdir. Çünki bəzi düzənliklər var ki, məsələn, Yaşma düzü, bayaq bildirdik, deməli, Yaycı və Ordubad düzləri tektonik qalxma zonalarında yerləşir. Və bu da ki, deməli, birinci variantın yanlış olmasını gətirib çıxardır. Bizdən də olmayan istəyir deyə biri götürürük. Qarayazı düzünün mütləq hündürlüyü Şirvan düzündən daha çoxdur. Bəli, Qarayazı düzü Kürün orta axarlarına düşür. Azərbaycan ərazisində Şirvan düzü isə
daha doğrusu Qarayazı düzü Azərbaycan ərazisində Kürün yuxarı axarlarına, Şirvan düzü orta axarlarına düşür. Bu düzgün fikirdir. Bizdən yanlışı istər deyə götürmürük. Azərbaycanda düzəliş və dağlar arasındakı sərhədlərdə termal və mineral blokların səthə çıxma ehtimalı böyükdür. Bəli, bu düzgün fikirdir. Dağlar və düzəlişlər arasında tektonik çatılar yerləşir və burada da müvafiq olaraq mineral və termal bloklar səthə çıxır. Bizdən də düzgün olmayan istəyi bunu götürmürük. Azərbaycanda seysmik baxımdan fəal ərazidə yerləşir və geosiqnalın inkişafının 4-cü mərhələsində xarakterikdir. 4-cü mərhələ deyil də 3-cü mərhələ xarakterikdir Azərbaycan ərazisində. Yanlış fikirdir. Deməli, ona görə də yanlışı götürə bilərik. 4. Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşən bütün zirvələrdə buzlaqların fəaliyyəti nəticəsində yaranmış relief formaları var. Bu yanlış fikirdir. Çünki Kiçik Qafqaz tektonik qalxma zonasına aid olan Talış dağlarının hündürlüyü azdır deyə burada buzlaq relief formalarına rast gəlinmir. 5 də yanlışdır deyə götürürük. 130-250 milyon il əvvəl Azərbaycan indiki ərazisi Ters okeanın suları altında olmuşdur. Bəli, bu düzgün fikirdir. Deməli, ancaq bizdən düzgün olmayan istər deyə götürmürük. Ümumilikdə 1, 4, 6, 5 olmaqla düzgün variantımız A variantı təşkil etməkdədir. Deməli, Vətən müharibəsindən sonra geri qaytarılmış ərazilərdə yerləşən faydalı qazıntı növlərinə aid deyil ifadəsidir. Müvafiq olaraq bir qızılın şərt işarəsidir və qızıl ehtiyatları deməli Qarabağ zonasında mövcuddur. Kəlbəcərdə və eyni zamanda Zəngilanda. Bizdən də deyil istədiyi üçün biri götürmürük. Deməli 2 Gipsin şərti işarəsidir. Gips deməli ehtiyatlarda Ağca kənddədir, Goranboyda. Yəni bu da Qarabağın ərazisinə düşmür. İşğaldan azad olunmuş torpaqlara aid deyil. Deməli buna görə də deyil deyə 2-ni götürürük. 3 perlitdir. Keçəldağ, Kəlbəcərdə mövcuddur. Deməli aid deyil istədiyi üçün 3-ü götürmürük. 4 yanar şistdir. Yanar şist ehtiyatları Qobustanda mövcuddur, İsmayıllıda, bir də Quba Xaçmazda mövcuddur. İşğaldan azad olunan torpaqlarda mövcud deyil. Ona görə götürürük. 5 müvafiq olaraq neftin şərti işarəsi və bildirə bilərik ki, neft ehtiyatları işğaldan azad olunmuş ərazilərdə mövcud olmayıbdır. 6 deməli müvafiq olaraq deməli 6 əqiqin şərt işarəsidir. Əqiq isə Qubadlıda deməli Eyvazlı yatağında mövcuddur deyə deməli 6-nı götürmürük. Ümumilikdə Qarabağda olmayan, yəni işğaldan azad olunmuş ərazilərdə olmayan şərt işarələr 2, 4, 5 olmaqla A variantı təşkil etməkdədir. Əlicançay və Gilançay arasında yerləşən düzənliyi və yerləşdiyi tektonik zonanı müəyyən edin. Ümumilikdə Azərbaycan fiziki xəritəsinə fikir versək, Əlicançay və Gilançay arasında yerləşən düzənliyimiz yaycı düzüdür. Bu da ki, yaycı düzü bayaq da bildirmişdik yuxarıdakı testlərdə Kiçik Qafqaz tektonik qalxma zonasına aid edilməkdədir. Ona görə də düzgün variantımız B variantı təşkil etməkdədir. Bugünkü testlərimiz bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm.